Siz bilirsiniz ki Allah'ın əsas işi insanın bilib bilmədiklərindəndir. Allah'ın əsas imtihanı bundandır. Bəzi şeyləri bildirmir, görsün, bilmədiyinə necə davranır. Bəzi şeyləri bildirir, görsün, bildiyinə necə davranır. Bilib bilməmək arasındayıq biz. Bu görün çox nə qədər mühüm imtihan. Əl-ləzinə yu'minunə bil-qeyb. Möminlərdən deyir, qeybə inanıblar. Qeyb nədir? Görünməyən, məchul, pərdə arxasında olan. Bilmədiyi və münasibətin necədir? Bilmədiyin qarşısında hansı mövqedəsən? Bunun üçün gərək çox biləsən ki, çox bildikcə adam bilir ki, çox şey bilmir. Onda bilmədiyinlə də düz münasibət qurur. Bilmədiyini kör-körənə inkar eləmir. Alim elə davranmaz, inkar eləməz. Din demir ki, yəqinlə gəl. Din deyir, ehtimalla gəldiyinə. Ehtimal edirəm ki, qiyamət var, bəsdir bu. Ehtimalla gəl, artır, araşdır, axtar. Başqa faydası nədir? Elm təqvalı adama niyə lazımdır? Elm mömin adama niyə lazımdır? İstənilən elm, fizika, riyaziyyat, kimya, digər elmlər, istənilən elm, varlıq aləminin qanun uyğunluqlarını insana göstərir. İnsan elm aləminə daxil olanda, diqqət üzməndə olsun, insan elmə yiyələndikcə, görür ki, nizam-intizamın, səbəb-nəticənin hakim olduğu bir aləmdə yaşayır. Dəqiq hesab kitabın mövcud olduğu bir aləmdə yaşayır. Görür ki, aləm mürəkkəbdir. Aləm mürəkkəbdir. Bu adam dini yaxşı anlayar. Bu adam dini yaxşı tanıyar. Aləmin qanunlarını tanıyan insan, hər şeyin qanununa tabi olduğunu bilən insan, dini yaxşı tanıyar. Deyirsən, filan musiqi zərərlidir, qulaq asma deyək ki, nə oldu, nə olacaq, mən filan. Bilirsiniz, başa düşə bilmir. Ki, bu dünya təsirsiz deyil heç nəyə. Bunu elmli adamlar bilir. Tip sahəsində belədir, dəqiq hesab kitab var. Məsələn, mənim də mədəm ağrıyır, sənin də. Hətta kimizə də eyni diaqnoz qoyublar. Görsən ki, sən öz başına dərman ata bilməzsən. Eyni diaqnozda olsa, sənin öz xüsusiyyətlərin var, bir dərman var ki, görsən filan bir şeyi azaldır sənin qanında, onun da analizini verir. Ona görə həkimlərin azığı gəlir ki, sən öz başına gedib, eyni lap xəstəliyin eynidir, sən onun atdığı dərmanı ata bilməzsən, hesab kitab var, dəqiqliyi var, gərək bütün tam müayinə olunasan ki, eyni xəstəliyi iki cübrə görsən, müalicə edirlər. Qanı müayinə eləyir, məsələn, ola bilər bu dərman başqa bir şeyə zərər versin. Bilirsiniz də bunu deməyə ehtiyac yoxdur, kompleks nəticəyə gəlir. Çünki bilir qanuna uyğunluq var. O deyəsənə nə olsun, dərman da atıram, nə olacaq? Cahil adam belə danışır, dində də belə yanaşır. Cahil adamın dinə yanaşması da belədir. Dinin qaydalarına yanaşması da belədir. Cəmaatın dinlə probleminin çoxu, bilirsiniz nədədir? Səthi baxırlar hər şeyə, dinə. Cahilliyin nəticəsidir. Cahilliyin nəticəsidir. Deyir, harama baxmaq şeytanın atdığı zəhərli ox kimidir. Deyir, baxdım bir dənə baxışla nə olacaq? Bunu da alırsın mənim əlimdən. Sənin əlindən alan yoxdur. Get, bax, doydur gözü, görüm gözün, az gözün doymayacaq heç vaxt. Doymayacaq. Əlindən almır, deyir, aramlığı itirirsən ruhua, ruhun da bir qaydası, qanunu var. Necə cismin var, ruhun da var. Sənin aramlığı, rahatlığı, xoşbəxt həyatı əlindən alacaq. Baxmaq istəyirsən, get gözü doldur. Maşallah da çoxdur. Baxmalı mənzərələr, maşallah olmasın. Niyə görə belə yanaşır? Deyir, bu baxışı da bizə çox görür. Çox görmür, səni başa salır ki, ruhun necə cismin mexanizmi var, cismin özünün qaydası, qanunu var, təbiət aləminin var, ruhun da var. Elmli adam bunu rahat başa düşür, rahat qavrayır. Bir maşın ustası görürsən sənə bir şey deyir, ağlığa batır. Çünki bax, xəbəri var da başa düşür. Hər bir o ehtiyat hissəsinin funksiyasından xəbəri var. Heç nə təsadüfi deyil orada. Oturub hesablanıb, ölçülüb, biçilib. Bilən adam, ağıllı adam, savadlı adam dini daha yaxşı başa düşər. Kənar təsirlər olmasa. Elm həm də təvazu yaradır insanda. Savadlı adamlar çox savadlılara dəyər verir.
Məsələn, şeir əhlidir. Şeir əhlidir, bir şairin sözünə qulaq asır, özü yazandır. O bilir ki, o sözlə nə oyun çıxartdı. Dəyərləndirir və təvazökarlıq edir. Paxıllıq olmasa içində. Paxıllıq olmasa. Bir adam sözdən başı çıxsa, onda bilər əleyhissalam Nəhsül Bəlağədə nə qiyamət eləyib. Ərəb dilindən də başı çıxsa, sözdən də başı çıxsa, hansısa bir elmlərdən hali olsa, daha yaxşı dəyərləndirər. Ona görə buyurur, Əl-ilmu misbahul əql. Elm ağlın çırağıdır. Elm ağlın yemidir, ağlın xammalıdır. Əl-ilmu yəhdi iləl-haqq. Deyir, elm haqqa hidayət eləyir. Elmin təsirləridir. Elmin bir faydası nədir? Elm adamı səbirli eləyir. Çünki elmin nəticəsi sonra gəlir axı, gec. Gerək səbirli olasan, oturasan, oturdasan kitabın arxasında ki, nəticə sonradan gələcək. Çoxu elmə tərəf getmir, ona görə yox ki, istedadı yoxdur. Ona görə yox ki, savadsızdır, ona görə ki, səbri yoxdur. Elm adamda səbr xüsusiyyəti yaradır. Amma cahil adam səbirsiz adamdır. Deyəsən, məsələn, ev tikir, bir dənə mütəxəssis çağırırlar, gəlin layihə çəkək, bunun özülü qazılmalıdır filan. Deyir, mən səni rəssamlığa çağırmışım, evdə tik tutar, məsələn, avam adam belə yanaşır. Elmli adam isə bilər ki, bunun qaydası, qanunu var və səbirlə hərəkət eləməlidir ki, o evi tikib qutarsın. Elm vadar eləyir səbrə, çünki elmin nəticəsi sonra gəlir, çıxır. Və din də bu səbir üzərində qurulub axı. Din deyir axirət. Elm əhli ki, elmindən sonra nəticə alır, axirəti daha yaxşı başa düşür, daha yaxşı səbir eləyə bilir. O biri tələskəndir, cahil həmişə tələskəndir. Deyir, real indi olsun, indi olsun hər şey. Çox danışmıram, sözümü bitirirəm. Elm həm də varlıq aləmi qarşısında təvazökarlıq yaradır. Yəni, elmli insan başa düşür ki, aləm qaydalarla idarə olunur və çalışır ki, o qaydaları öyrənsin. Yəni, həyatda düz yaşamaq üçün qaydalara üst tutur. Cahil adam zora üst tutur. İstədiyinə çatmaq üçün zorla getmək istəyir. Amma alim adam bilir ki, zorla olmur. Bir adam oturub kompüterin qabağında ilk dəfə onu görürsə, başlayacaq onu yumruqlamağa ki, məsələn, bunu niyə açılmır bu? Heç nə, sadə bir düyməni basmaq lazım. Onu bilmək lazım. Qışqırmaqla da olmur, yalvarmaqla da olmur, döyməklə də olmur kompüteri. Adamlar çoxu nə üçün belə tüğyan eləyir? Tüğyanın onun ruhunda var. Elm öyrəndikcə adam təvazökar olur ki, qaydanın qabağında təslim olursan. Bu xüsusiyyət insanda yaranır, bildiniz. Qayda qabağında təslim olmaq elmin xüsusiyyətidir və bu da ubudiyyətin əsasını təşkil edir. Bir insan elm əhlidirsə, qaydanın qarşısında təvazökar olur. Kitabı açıb, oxuyub, öyrənirsə, bu artıq təvazökarlıqdır. Deməli, mən bu qaydanı qəbul elədim, onu öyrənirəm ki, tədbiq edin. Bu elmin xüsusiyyətidir və bu ubudiyyətə, bəndəliyə də kömək eləyir. Yardım eləyir. Bir gün gələcək, bilmirəm o günü biz görəcək ya yox, elmli adam dindar olacaq. Dindar adam elmli olacaq. Bir gün o gün gələcək. İmam Zaman dövrü üçün neçə xüsusiyyət sayırlarsa, biri deyir elmin inkişafıdır. Çünki elm inkişaf eləməsə mənəviyyat ola bilməz. Biz elə bilirik ki, mənəviyyat, məsələn, qərb dünyası elmi cəhətdən inkişaf eləyib, biz mənəvi cəhətdən, sən mənəvi cəhətdən də inkişaf eləməmsən. Mümkün deyil mənəvi cəhətdən inkişaf eləmək. Elmsiz mümkün deyil, elmi inkişaf olmadan mümkün deyil, mümkün deyil. Bunlar bir-birinə hava, su kimi möhtacdırlar. Mənim mənəviyyatım var, onun elmi bu səhv şeydir. Sənin mənəviyyatın yoxdur ki, elmin yoxdur. Sənin mənəviyyatın yoxdur ki, sən inkişaf eləməmsən. Bu mənəvi nöqsandır. Və qulaqlarını sözümü bitirirəm. 10 dəqiqə sözümü istəyirəm tamamlayayım. Deyir, qulaqlarını faydalı elmlər